Amsterdamda tam 2 gün vaxt keçirmişəm və mənim ən çox xoşuma gələn odur ki, binalar səliqəlidir, infrastruktur səliqəlidir. Ümumiyyətlə Amsterdamda kondisionerdən istifadə etmirlər. Ona görə də binaların fasadları çox səliqəlidir, təmizdir. Həqiqətən də Amsterdam gəzməli, görməli yerlərdən biridir. Gül çiçək hər yerdə var. Velosipedlər təbii ki, mütləq olmalıdır. Burada vergilər çox yüksəkdir. Demək olar ki, hər kəs qazandığı əmək haqqının 40%-ni vergi ödəyir. Evlər burada çox bahadır. Ona görə də müəyyən bir yaşdan sonra Amsterdamlılar başqa ölkələrə üst tuturlar yaşamağa. Şəhərdə çoxlu tələbə var, çünki universitetlər çoxdur burada. Mən hazırda küçələr arası gəzirəm. Xoşuma gəlir belə küçələrdə gəzim, ətrafa baxım. Xüsusilə də bazar günü olduğuna görə adam çox azdır. Bu da mənə imkan verir ki, rahat-rahat danışım və Amsterdam haqqında fikirlərimi sizinlə bölüşüm.